Salam, 6-cı suala baxırıq. Alfa, beta iti bucaqlar, alfa plus beta 90 dərəcə bu ifadənin qiymətini soruşur. Alfa üstəgəl beta bərabərdir 90 dərəcə. Buradan alfanı tapıram 90 minus beta. 3 alfa üstəgəl 4 beta ifadəsində yerinə qoyaq, yəni əvəz etsək. 3 vur 90 minus beta, üzərinə də gəlirik 4 betanı. Bu bizə verir, deməli, 270 üstəgəl betanı. İndi yerinə qoyuruq. Sinus 270 üstəgəl beta bərabərdir mənfi 0,6. Sinus 270 üstəgəl beta 4-cü rübə düşür və adını dəyişir. Sinus 4-cü rübdə mənfi olduğuna görə olacaq mənfi kosinus beta bərabərdir mənfi 0,6. Buradan kosinus betanı müsbət 0,6 alırıq. İndi bizdən tangens soruşur. Tangens 2 alfa üstəgəl 3 betanı soruşur. Əvvəlcə 2 alfa üstəgəl 3 betanı sadələşdiririk. Yenə 2 vur alfanın yerinə 90 minus beta yazsaq. Üzərinə də gəlirik 3 betanı. Bu bizə verir 180 üstəgəl beta. İndi tangens 180 üstəgəl beta lazımdır bizə. Tangens 180 üstəgəl beta 3-cü rübə düşür. 3-cü rübədə tangens müsbətdir və adını saxlayır, yəni 180-də. Tangens elə betaya bərabərdir. İndi düzbucaqlı üçbucaq çəkirik. Beta bucağının kosinusunu göstərək. Bura olsun beta bucağı. Kosinus beta 0,6-dır, yəni 6/10. Bucağın kosinus da bitişik katetin hipotenuza nisbətinə bərabərdir. 6 10-dursa, Pifaqor teoreminə görə digər katet olacaq 8. İndi həmin beta bucağının tangensi isə qarşı katetin bitişik katetə nisbətinə bərabərdir. Yəni 8/6. Bu da bizə verir ixtisar edəndə 4/3, 3/4 A variantı.